Salam dostlar, bu günləri sizlə Mortal Kombat'ın yeni videosuyla qarşınızdayım. Bu günləri biz Mortal Kombat 1 Scorpion'la oynayacağıq. Oynamağı sevdiyim ən qəşəng oyunculardan biridir. Ən çox sevdiyim oyunculardan biridir. Special Attack ikisi ümumiyyətlə çox qəşəngdir, çox qəşəng animasiyası var. Həm animasiyası qəşəngdir, həm verdiyi nə deyirlər ona? Zərər, hasar. Türklər hasar deyir, mən də hasar deyəcəm. Dilim elə öyrəşib. Vurduğu hasar da qəşəngdir. Oyunçunun pasifi də qəşəngdir. Get-gedə ölümsüzləşir oyunçu. Onun Fire Vitality deyilən bir şey var da. O artdıqca həmin oyuncuda damage də artır. Bir dənə pasifinə baxaq bunun. Düzü burada etkinliklər yoxdur. Crypt alınmayacaq oyundan oynamaq. Füzyon çünki hələ ki aşağıdır. Realm Clash oynamaq istədim. Realm Clash-da bir dəqiqə təmirə bağlanıb. Bir dənə qalır bunlardan oynaya bilərəm də. Sub-Zero Triborg oynayaq. İkisinə də Eldra kimi gəlmişəm. Məsəl üçün burada biraz oynamışam. Buradan baxaq. Oyuncu məsəl üçün yəni biraz pasifinə baxaq. Görə pasifində nələr var, məndə də yadıma düşsün. Fire Vitality per hit. Oyuncunun hər vuruşuna düşən vitality. Bunu artıraq da. Bu niyə artırmamışıq indiyə kimi? Artıraq. Deyir ki, nə vaxt ki Mortal Kombat 1 Scorpion rəqibinə uğurlu zərbələr endirirsə, o 2% Fire Vitality enerji qazanır. Həmçinin uğurlu baş tutan, yəni bloklananlar yox da. Special ataklar, yəni hansı ki siz special atak edirsiniz və yaxud da fatal blow atırsınız, bunlar da sizə şey deyir, nə deyir? Daha çox şey qazandırır. Fire Vitality'də. Fire Vitality'də ki burada Mortal Kombat 1 Scorpion'un can göstəricisinin aşağısında bir barı olur sarı rəngdə. 3 balısıya bölünür, məncə 3 hissəyə bölünür beləsinə. Orada sarı getdikcə başlayır bir dolmaya. O sarı dolan bara Fire Vitality deyirlər də. Fire Vitality-yə, Vitality nə idi? Fire Vitality deyirlər. Special attack bir atanda o 10% olur. Yəni zubur barın göstəricisinin 10%'ində olur. Adi zərbələr vuranda bu 2% olur. Special attack 2 atanda o 30% olur. Fatal blow atanda da ki o X-ray dediyimiz var ya, fatal blow. Animasiya azaltdı, o da 50% olur. Sonra nə vaxt ki Fire Vitality barı dolarında MK1 Scorpion 7 saniyəliyinə qalxın alır, shield alır. O yaşıl işarəli olan effekt alır. Və onun atağı Fire Vitality metr. Fire Vitality metrə görə dəyişir. Yəni orada dediyim kimi 3 bar Fire Vitality bir zubor bar deyil, onu da 3 hissəyə bölüblər. Hər barda olduqca 10% burada ataka atır, ikinci barda olanda 15% ataka atır, üçüncü barda dolanda tamamlananda, full olanda 25% ataka artır. Da bundan sonraki təşkil bildiyimiz deyir ki, nə vaxt ki bu Fire Vitality doldu, sizin Scorpion'unuzun canı 0 oldu, başlayır bu Scorpion Fire Vitality effektini işlətməyə. Hansı ki dolan aşağıda güc barı var idi, onu başlayır bir-bir işlətməyə. Yəni bu əsnada oyuncu ölümsüz olur, belə deyək. Bunun sürəsi nə qədərdir? 20 saniyədə deyəsən, yox 1 dəqiqədir deyəsən, səhv eləmirəmsə. Səhv eləmirəmsə o barın boşalma sürəsi 1 dəqiqədir. Həmin o 1 dəqiqə ərzində, səhv 1 dəqiqədir, yoxsa 20 saniyədir. Adımdan çıxmında oyunda yoxlayarıq onu. Həmin əsnada da oyundan çıxmaq olmur da, prosta.
Həmin hərfədə də power generation, yəni aşağıdakı bar 3 dənə bar var. Həmin o barın da dolma faizi 20% artır. Ha, Fire Vitality tamamilə boşalandan sonra o partlayır və ağır damage verir. O döyüşdüyü rəqibə. Pasifində də şey var, sinergisində nəyi var? Deyir ki, Mortal Kombat 1 Scorpion adi vuruşlarda, yəni special attack olmayan vuruşlarda, fatal blow olmayan vuruşlarda, yəni adi ekrana basırıq, normal təp yumruq atırıq. Həmin vuruşlarda Fire Vitality enerji qazanır. Hər bir martial artist takımlarından da, komandasından. Yəni hər bir martial artist komandası vurduğu rəqibə arxada səhvləmirəmsə Scorpion özünə Fire Vitality qazanıb. Bu da əla bir şeydir ya. Düz demirəm. Təsəvvür dalaşırsınız. Scorpion arxadadır. Sən vurursan arxada Scorpion da Fire Vitality yığır. Axırda gəlir ölümsüz olur. Qəşəng bir şey olar. Buna görə yoxlaya bilərik, yoxlayaq. Bunu da full edək. X-ray işlətmədiyimə görə həmişə bunu bir qoymuşam. Gəl bunu da full eləyək uşaqlar. Füzyon 2 oldu məndə. Bu 3 olsa mən buna Diamond kart, Füzyon up kart kağızı verib 4-ə, 5-ə falan qaldıra bilərəm. Həmişə də 5-ə kimi qaldırıram. Ondan sonra buraxıram da nə çıxar. Onsuz da adi summon packlər açdıqca adi summon packlər açdıqca orada görəv kimi yerlərdə 60 dənə açdığımız paketə görə bir dənə bizə Mortal Kombat 1 takımından oyuncu verir. Görürsünüz, get-gedə Scorpion'un əlləri başladı şey olmaya. Yanmağa. Fire Vitality yavaş-yavaş dolur. Baxın, yuxarıda bir bar dolub artıq. İkinci bar dolanda bizə 7 saniyəliyinə qalxan verməli idi. Görə onu verəcəyimi? Ha, qalxan verdi. Bu special attack biridir. Special attack birinə. Qəşəngdir. Bu da special attack ikisi. Çox gözəldir bu. Baxın. Birbaşa öldürür yəni. İndi uşaqlar, yoxlamaq istəyirəm bunu. Buna görə martial artist demək. Nəzərə martial artist budur. Nəsə, onu sonra yoxlayaram. İndi şey yoxlayaq, gəlin. Partlayıb rəqibə hasar zad verməyə görə necə netrəcidə düzgündür. Qol düşsün bir dənəsi. Ya, əvvəlcə bundan dalaşaq belə. Prosta vaxt limiti qoyublar ya oyunda. Bunda arada səhv eləmirəmsə, bu MK1 Scorpion'da arada bir baqa girmək kimi fason bir şeylər olur. Cripple atdı. Gördünüz, kombosunu kəsdi, özü davam elədi. Gəl X-ray'inə də baxaq. Yəni cripple atmışkən onsuz istifadə edə bilmirik. Gəl X-ray'dən baxaq. Çox qəşəng animasiyası var. Normal Scorpion'dan fərqli bir animasiyasını qaldırdı. O elə bir atom bombası partladılar, çox süperdi. Nəyə görə bu Milena'da şeyə qoymuşam? Kameraya, çünki o rəqibə kurs effekti verir. Lənətləmə, görürsünüz o bizon başına oxşayan effekt. O effekt rəqibdə olanda mən vurduğum kritik vuruşlar daha da gücləndi. Baxın, mən artıq gücləndim. Görə bu neçə saniyə boşalacaq. Tez boşalır, deyəsən 20 saniyədir. Mən bunun ölməyə maraqlıdır. Gəlmişkən yoxlayaq bunun ölməyini, baxaq. Vaxt çatacaq. Elə 20 saniyədir boşalmağa.
Bir dəqiqə deyil. Partladı. Aa, gördünüz uşaqlar. Bunu mən indiyə kimi görməmişdim. Defeat ev yox, defeat olduq, amma əsas odur ki, onu gördük. Onu mən indiyə kimi görməmişdim. O Fire Vitality boşalandan sonra partlayıb qəşəng də hasar verdi özdə. Qəşəng də hasar verdi. Yəni uşaqlar gördünüz kimi oynaması həqiqətən də adama ləzzət edir. Pasivi də qəşəngdir. Get-gedə Skorpionun alışmağı, Fire Vitality olduqca onun alışmağı, qaralmağı, magma rənginə dönməyi qəşəng görüntü yaradır. Special Attack ikisi ümumiyyətlə kayfdır. Ləzzət edir. Mortal Kombat 1 Scorpion haqqında da bu qədər. Görüşərik, özünüzə yaxşı baxın.